Gənclər üçün podkast Zaqatalada. Salam, xoş gördük. Hər kəs salamlayırıq. Bugünkü qonağımız Şahin Nuriyevdir. Şahin bəy, xoş gördük. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Dəvətiniz üçün minnətdaram. Mənim üçün yenilik olacaq. Düşünürəm ki, tamaşaçılar üçün də yenilik olacaq. Nəsə öyrənəcək buradan. Hamımız nəsə qazanacaq. Zəhmət olmasa özünüzü qısa tanıda bilərsinizmi? Mən Şahin Nuriyev 1985-ci ildə anadan olmuşam. Zaqatala rayonunun Bəhmədli kəndində. Kənd orta məktəbini bitirmişəm. 2002-2006-cı illərdə İqtisad Universitetinin biznesin təşkili və idarə edilməsi ixtisası üzrə bitirmişəm və 2009-cu ildən də rəsmi olaraq iş fəaliyyətindəyəm, əmək fəaliyyətinə başlamışam və başladığım gündən də bank sistemindəyəm. Artıq 15 ildir bank sistemindəyəm. Özümü, karyeramı uğurlu hesab edirəm. Çətinliklər olub, amma hal-hazırda qazandığımız mövqe çətinliklərin nəticəsidir, belə deyək. Əsasda region gənclərimiz üçün xüsusi bir motivasiyalı bir həyat yolu keçmisiniz. Bu həqiqətən bizim üçün, gənclərimiz üçün böyük bir motivasiya mənbəyi ola bilər. Şahin bəy, ümumiyyətlə bir insan gələcəkdə özünü tapacağı sahəni müəyyən etmək üçün biraz müəyyən qədər özü üzərində işləməlidir də, müəyyən qədər bilməlidir ki, hansı onun üçün daha uyğundur, hansı onun üçün daha uyğun deyil. Necə oldu bu sahəyə marağınız yarandı? Əslində orta məktəb illərindən özümü bu sahədə görmürdüm, etiraf eləsək. Özümü yaxşı bir həkim kimi təsəvvür eləyirdim və bunun üzərində də çalışırdım. Orta məktəb illərindən tibbi ədəbiyyatla davamlı mütaliə eləyirdim. O sahə mənim üçün daha maraqlı idi. Artıq şagirdlik dövrü tamam olanda, məktəb bitdikdən sonra oturub bir araşdırma elədim özüm üçün ki, tibb sahəsinə getmək mənə nə qazandıra bilər. Bu sahədə uğurlu təhsili davam elətdirmək üçün nə lazımdır? Ondan sonra fikrimi dəyişdim. Artıq ikinci qrupu, iqtisadiyyatı seçdim. Nə üçün? Çünki tibb təhsili daha uzun vaxt aparırdı. Uğur qazanmaq üçün daha çox oxumalısan, daha gərgin əməklə, belə deyim, vaxt sərf eləməlisən. Amma iqtisadiyyat daha qısa müddətdə işləyib oxuduqdan sonra əmək fəaliyyətinə başlaya bilirsən və özünü daha tez reallaşdıra bilirsən. Ona görə seçimimi dəyişdim, ikinci qrupu seçdim. Orta məktəb illərində hazırlıqla, heç bir fənnin hazırlığına getməmişəm. Yüksək balla qəbul olunmamışam. Yəni bəlkə gözləyirlər ki, tamaşaçılar yüksək balla qəbul olunmuşam. Xeyr, orta balla qəbul olunmuşam. Amma qarşımda bir hədəfim olub ki, oxuduğum dövrdə verilən təhsildən maksimum şəkildə faydalanmaq lazımdır. Əgər bu 4 il sərf olunursa, universitetə gedirsənsə və artıq bir nəticə qazanmısansa, qəbul olunub tələbə adını qazanmısansa, o illərin haqqını vermək lazımdır. Həmin dövrdə maksimum şəkildə çalışdım ki, tədris proqramını tam mənimsəyək. Əlavə olaraq fərqli sahələrdə işlədim. Bayaq elə çəkilişdən öncə danışdığım kimi bir xeyli müddət fotoqraf işlədim. Bu əslində mənə universitet bilikləri qədər əlavə təcrübə qazandırdı. Çünki hər gün fərqli insanlarla təmasda olmaq, insanları öyrənmək, onların xarakteri, verə biləcəkləri, hər hansı bir hadisəyə, prosesə verə biləcəkləri reaksiya bir data formalaşdırdı. Və gələcəkdə qərar verməkdə, hansısa bir addım atmaqda, xüsusilə də mən satış tərəfdə işləmişəm də. Bu satış tərəfdə uğurlu nailiyyət əldə etmək üçün bu datanın böyük köməyi oldu. Öncədən müəyyən eləmisiniz ki, konkret olaraq hansı istiqamətə gedəcəksiniz deyə. Bu həqiqətən bir insanın həyat yolunda önəmli hissələrdən biri odur ki, öncəlikdən müəyyən eləyir. Yəni insanın hansısa bir istiqamətdə yönəlməsi, getməyi, onun hansısa bir yöndə iddialı olmağı bu onun fəaliyyətinə, gələcəkdə görəcəyi işlərə çox böyük təsir eləyir. Ümumiyyətlə bizim həyatımızda, ümumiyyətlə gənclərimizin həyatında olan, həyatını dəyişdirən, onlara müxtəlif istiqamətdə yön verməyə təsir eləyən anlar olur, qərarlar olur da. Hansı hadisə baş verdi və yaxud nə oldu ki, siz belə deyək, sizin üçün dönüş nöqtəsi oldu həmin hadisə, həmin an? Fotoqraf işləyirdim və həmin dövr üçün gəlirim də kifayət qədər idi. Və fikirləşirdim ki, elə artıq bu yolla da gedəcək. Yəni nəsə bir dəyişiklik eləməyi açığı düşünmürdüm. Ta ki bir maraqlı bir hadisə baş verdi. Artıq universiteti bitirmişdim. Şadlıq evlərinin birində toydaydım və İqtisad Universitetindən sevdiyim müəllimlərdən biri var idi. İndi adını çəkməyəcəm. Həyat yoldaşı ilə birlikdə toyda iştirak edirdilər.
Toy tamam oldu. Mən evə getmək üçün çıxanda gördüm foyedə məni gözləyir. Bir 15 dəqiqə söhbət elədik. Ondan sonra artıq fikrimi dəyişdim. O sahədən uzaqlaşdım və gəlib rayona qayıtdım. Qısa bir müddət evdə təsərrüfata kömək elədim. Sonra başladım öz biznesimi. Arxasınca bu işə, bank sahəsinə CV verib ora getdim. Və düşünürəm ki, əslində o an olmasaydı, məsələn, həmin an üçün bilirsiniz, gənclik, gəlir normaldır, Bakıda yaşayış cəlbedicidir. Mən qalıb yəqin ki, elə o sahədə də gedəcəkdim. Yəni böyük ehtimalda ki, bu sahəni, bank sektorunu rayona qayıtmağı düşünməyəcəkdim. Amma fikirləşirəm ki, o ən təsir edici anlardan, təsir edici məqamlardan biri də o oldu. Və çox yaxşı ki də oldu. Bir insanı uğurlu edən əsas belə deyək, bacarıqlardan biri də onun uğurlu vərdişlərin olmasıdır da. Hansı ki, bir həyata tutunduracaq, bir həyatda vacib mövqe tutmaq üçün insanın da keyfiyyətli, uğurlu vərdişləri olmalıdır. Hansı ki, bu vərdişlər bəzən bizim davamlı olaraq təkrar olunaraq rutinlərimizə çevrilir. Sizin gündəlik olaraq rutinləriniz nədir? Hansı vərdişləriniz var? Ən çox vaxt sərf elədiyim kitab oxumaqdır. Bu orta məktəbdən qalan vərdişdir. Yay aylarını demək olar ki, bu kitab oxumaqla keçirirdik. Evdə kiçik bir müəllim ailəsində doğulmağın üstünlüklərindən biri o idi ki, evdə bir kitabxanamız var idi. Çox da iri həcmli olmasa da belə. Bəzi kitabları artıq dəfələrlə oxumuşduq yay aylarında. Bu vərdişi hal-hazırda da saxlayıram və çalışıram ki, ondan uzaqlaşmayım. Ümumi olaraq baxsaq, səhər ilk növbədə yuxudan tez oyanmaq, bu mənim uzun müddətli vərdişimdir, rutindir. İşin nə qədər çox olmağından asılı olmayaq. Hər səhər ən gecə saat 7-də işdən oyanmaq lazımdır. İşə getmək vaxtı, işçilər işə gəlməzdən 1 saat əvvəl həmişə işə gedirəm. Saat 8-də artıq iş prosesinə başlayıram. O əməkdaşlar gələnə qədər keçən yarım saat, 1 saatda daha çox effektiv iş görmək olur. Çünki günü planlamaq, əvvəlki günün və yaxud da əvvəlki periodun datalarını təhlil eləmək, ondan sonraki müddətdə növbəti həmin gün üçün olan işi planlaşdırmaq. İşdən sonra təsərrüfatla məşğul olmağı xoşlayıram, o mütləqdir. Çünki işin zehni yorğunluğunu fiziki yorğunluqla dəyişirəm və o bir növ belə deyim, zehni yükü azaldır, yeniləyir. Başqa elə bir fərqli hobbim yoxdur. Boş vaxt olanda da səyahət eləməyi, gəzməyi, xüsusilə də yürüyüşü çox sevirəm. Demək olar ki, həftə sonu 20 min addım o rutindir, o mütləq şəkildə olmalıdır, harda olmamdan asılı olmayaraq. Əsas bunlardır. Şahin bəy, ümumiyyətlə bu bank sektorunda illərdir çalışırsınız və müəyyən sınaqlarınız, təcrübələriniz olub da. Siz necə düşünürsünüz? Ümumiyyətlə bank sektorunda uğur qazanmaq üçün hansı bacarıqlar vacibdir? Tək bank sektorunda yox, ümumiyyətlə həyatda uğur qazanmaq üçün əsas özünün dəyərlərini qorumaqdır. Məsələn, bank sektorunda mən müşahidə elədiyim nədir? Uğur qazanan insanların əksəriyyətinin ortaq bir nöqtəsi dürüstlüyü, əməksevərliyi, vaxtı düzgün idarə edə bilməsi bacarıqlarıdır. Biliklər bizim üçün vacibdir, amma biliklər ona kifayət eləmir ki, tək biliklə hansısa bir nəticəyə nail ola bilərsən. Biliklərin yanında mütləq şəkildə bacarıqlar və insanın özünün xarakteri lazımdır. Ona görə hər bir insan ilk növbədə özünü qiymətləndirməyi bacarmalıdır, özünü tanımalıdır, inkişaf elətdirməli tərəflərini müəyyən etməlidir, üstün tərəflərini müəyyən etməlidir və bundan sonra artıq öz üzərində işləyərək özünü növbəti periodlar üçün hazırlamalıdır. Bank sahəsində uğur qazanmaq üçün kommunikasiya bacarıqlarının olmağı mütləqdir, dataya sahib olmaq mütləqdir. Ümumiyyətlə, bugün üçün baxsaq tək bank sektorunda deyil, istənilən sahədə daha çox datan varsa, yəni məlumatların nə qədər genişdirsə, daha çox uğur qazana bilirsən. İqtisadiyyatın yeni modeli daha çox davranış iqtisadiyyatı üzərində qurulub. Buna görə də insanların davranışı, onların hansısa bir məhsula, prosesə verə biləcəyi reaksiya hamı üçün önəmlidir. Bu baxımdan datanın olmağı, insanları tanımaq, cəmiyyəti tanımaq, insanların verə biləcəkləri reaksiyanı tanımaq ən böyük üstünlüklərdən biridir. Öz sahəsində biliklərin olmağı bu mütləqdir. Riyazi biliklər, məntiqi biliklər, xarici dil bilikləri. Amma biliklər, bacarıqlar olmadan o qədər də effektiv olmur. Ona görə mütləq şəkildə bacarıqlar, bayaq dediyimiz bacarıqlar, bu sahəni seçmək istəyən şəxslər özündə artıq formalaşdırmalıdırlar. Müşahidə qabiliyyətləri yüksək olmalıdır.
özləri üçün hədəflər qoyub hədəfə çatmağı bacarmalıdırlar. Böyük nailiyyətlər, nəticələr əldə etmək üçün həqiqətən insanın gərək özünə inanan, davamlı olaraq onun arxasına gedən bir komandası olmalıdır. Komandası formalaşmalıdır. Siz necə düşünürsünüz? Ümumiyyətlə komandanı necə idarə edirsiniz? Burada liderlik keyfiyyətlərinizi necə ortaya qoyursunuz? Məndə biraz bu məsələ fərqlidir. Çünki mənim idarə etdiyim komanda ilə mən uzun müddət bir yerdə işləmişəm. Yəni komandanın bir parçası olub, sonra komandanın lideri olmaq, bu iki qat məsuliyyət yaradır daha doğrusu. Üstünlükləri çoxdur. Üstünlükləri odur ki, artıq komanda üzvünün, hər bir komanda üzvünü tanıyırsan. Verə biləcəkləri hər hansı bir hadisəyə verə biləcəkləri reaksiyaları, üstün tərəflərini, inkişafa ehtiyacı olan tərəflərini, bunları bilirsən. Və onlarla işləmək daha rahatdır bunları bildiyin üçün. Amma bir çətinliyi ordadır ki, bir xətti gözləməlisən. Hansı ki, sən komandanın üzvlərindən qarşı o xətti keçməyəsən, onlar da sənə qarşı o xətti keçməsin. Mənim yanaşmam biraz fərqlidir. Bilirsiniz də, əvvəllər idarə etmə daha çox iyerarxik qurulurdu və şagird idarə etməkdir. Rəhbərlikdən bir tələb gəlirdi və komanda o tələbi icra eləməyə borclu idi, məcbur idi. Amma indi artıq iqtisadiyyat ki inkişaf eləyib, yeni idarə etmə sisteminə keçirilir. Bu üfüqi idarə etmə sistemidir, əcəl idarə etmə sistemidir. Hansı ki, iqtisadiyyat hər gün davamlı olaraq dəyişir. Daha doğrusu, bazar dəyişir, bazar şərtləri dəyişir, məhsul şərtləri dəyişir, istehlakçıların davranışı dəyişir. Ona görə də idarə etmə sistemi çevik və effektiv olmalıdır. Və bizim də yanaşmamız artıq ümumi olaraq elə Paşa Bankın yanaşması. Azərbaycanda onu deyim ki, bir haşiyə çıxım, bank sistemində, əcəl sisteminə ilk keçən bank Paşa Bankdır. Bizim yanaşmamız komanda ruhu əsasında iş aparmaqdır. Yəni biz daha çox komandanın, belə deyim, rəhbəri komandanın lideridir, komandanın idarəçisidir. Mənim xüsusi yanaşmam necədir? Mən komandanın hər bir üzvü ilə dost münasibəti saxlayıram. Əgər komandanın üzvü gündəlik şəxsi problemlərini mənlə bölüşürsə, bu mənim üçün çox müsbət bir məqamdır və bu sevindirici haldır. Əgər komandada hər hansı bir komanda üzvünün bir çətinliyi varsa və biz komanda şəklində bunu həll etməyə çalışırıqsa, bu da müsbət bir məqamdır ki, hansı ki biz bunu daimi iş prosesində görürük. Komandanın lideri olmaq üçün nə lazımdır? Komanda öz rəhbərinə, öz liderinə inanmalıdır, güvənməlidir. Onunla tək iş prosesini yox, şəxsi məsələlərini də bölüşə bilməlidir. Belə düşünürəm. Yəni bölüşə biləcək məsələdirsə. Və qərar vermədə mütləq şəkildə komandanın fikri alınmalıdır. Mən öz iş prosesimdə bunu icra eləyirəm. Yəni KPI-lar qoyulanda komandanın hər bir üzvü ilə məsləhətləşirəm. Bizim qarşıda gözləyən çətinliklər, ola biləcək müsbət məqamlar, inkişaf elətdirməli olduğumuz bayaq dediyimiz məqamlar. Bunu daim olaraq komanda üzvləri ilə müzakirə eləyib ona uyğun qərarlar veririk. Və bunun nəticəsində də son illər demək olar ki, müəyyən olmuş hədəfləri artıqlaması ilə icra eləyə bilirik. Bu üstünlüklərimizdən biridir. Yenə də deyirəm, mənim yanaşmam odur ki, mən komandanın əməkdaşlardan biriyəm. Komanda üzvləri məni lider kimi görür, qəbul eləyir və mən bu lider rolunu icra eləyirəm. Amma iş prosesində komanda üzvlərinin hər hansı bir işdə hansısa bir çətinliyi varsa, mən həmin işi onlarla birlikdə görməyə hazıram və iş prosesində də bu davam edir. Ümumiyyətlə insanı formalaşdıran amillərdən biri də uğursuzluqlardır. Hansı ki, uğursuzluqlar bir insanın həqiqətən özündə olan mənfi tərəflərini düzəltməyə, özündə olan o geridə qalan hissələri daha yaxşı, effektiv şəkildə həll etməyə kömək edən ən vacib amillərdən biridir. Siz ümumiyyətlə uğursuzluqlarla necə davranırsınız? Uğursuzluqların olmağı əslində normaldır. Hər şey uğurlu olarsa, insan komfort zonasına düşür. Və komfort zonasına düşən inkişaf eləyə bilməz, tapşırılan işi vaxtında və səmərəli icra eləyə bilməz. Ona görə uğursuzluqların olması mütləqdir. Bu əslində bir qanuna uyğunluqdur. Yəni tək iş prosesində yox, insanın özünün həyatında da müəyyən anlar olur ki, bunu uğursuzluq kimi qəbul eləyirsən. Bu dediyim kimi bizim üçün bir çağırışdır. Uğursuzluq olanda ilk növbədə bir dayanıb düşünmək lazımdır. Bu uğursuzluq hansı səbəbdən oldu? Səbəbini müəyyən etmək lazım. Və burada əgər hansısa bir qərarı yanlış vermişdiksə, bu qərarı araşdırmaq lazımdır. Bu bizim üçün bir data verəcək ki, bunu təkrar eləməyək. Və yaxud nəyisə düzgün qiymətləndirməmişdiksə, bu yenə də bizə bir data verəcək ki, gələcəkdə biz bunu qiymətləndirək. Uğursuzluq əgər şəxsi hansısa bir yanlış
bizdən asılı olan bir səbəbdəndirsə, bunu biz özümüzü inkişaf elətdirməliyik. O sahə uğursuzluq təkrarlanmasın. Uğursuzluğa mən belə deyim də əlavə bir hərəkət verici qüvvə kimi baxıram. Dediyim kimi uğursuzluq bizim üçün bir çağırışdır. Onun üzərində işləməliyik, inkişaf elətdirməliyik və həmçinin bizim üçün datadır. Bayaq dediyim məsələ var idi ki, uğurlu insan daha çox dataya sahib olan insandır. Yəni onun üçün bacarıqlardan biri də budur. Və hər bir uğursuzluq bizim üçün təcrübədir. İnsan beyni qərar verəndə əvvəlki dövrlərdə qarşılaşdığı təcrübələri analiz edib onun əsasında qərar verir. Və bu uğursuzluq növbəti periodlarda verəcəyimiz qərarlarda bizə o uğursuzluğu gətirən səbəbləri təkrarlamamaq üçün bir data verir. Bir əlavə necə deyim, informasiya verir. Ona görə də bunun normal olmağı normaldır. Sadəcə uğursuzluq bizə ruh düşkünlüyü yaratmamalıdır. Uğursuzluq əlavə bir motivasiya verməlidir ki, biz bunu təkrarlamayaq və bu vəziyyətdən çıxaq. Düşüncəm belədir. Siz necə düşünürsünüz məsələn, gənclər üçün regionda hansı karyera imkanları var? Karyera deyəndə biz nəyi nəzərdə tuturuq? Əgər karyera deyəndə hər hansı bir vəzifəyə çatmağımı nəzərdə tuturuq. Amma ümumi olaraq götürsək, karyera hər hansı bir şəxsin keçdiyi yoldur. Bu yolda belə deyim də, qazandığı bilikdir, bacarıqdır, təcrübədir. Gənclər ilk növbədə özləri üçün nə istədiyini bir təhlil eləməlidirlər. Biz buna sadə formada və dünyada geniş yayılan artıq uzun müddət istifadə olunur. SWOT analiz dediyimiz hər bir gənc düşünürəm ki, oturub öz üzərində özünün bir analizini aparmalıdır. Ətrafından, yaxınlarından bir özü üçün feedbacklər, geri bildirimlər almalıdır. Üstün tərəfləri nədir? Çatışmayan tərəfləri nədir? Onu necə inkişaf elətdirə bilər? Əlavə olaraq onu gözləyən təhlükələr nədir? Risklər nədir? Bunları bir qiymətləndirməsini eləməlidir. Bundan sonra artıq özünü hansı sahədə görürsə, həmin sahənin təhlilini aparmalıdır. Məsəl üçün, hər hansı bir gənc özünün bir təhlilini aparır, görür ki, maliyyə sahəsində işləyə bilər. Okey, maliyyə bacarıqları, bilikləri qaydasındadır. Müəyyən sahələrdə inkişafına ehtiyac var. Amma bunun üçün nə etməlidir? Artıq işləyəcəyi sahənin də bir təhlilini aparmalıdır ki, həmin sahədə nəyə ehtiyac var? Hansı biliklərə, hansı bacarıqlara ehtiyac var? Və özünün bir hədəfini müəyyən etməlidir. Qarşıdakı periodda harda olmaq istəyir, özünü harda görür. Regionda inkişaf elətdirmək üçün, özünü regionda görən şəxs üçün düşünürəm ki, uğur qazanmaq üçün o qədər də çətin deyil. Yəni nə isə bir uğura çata bilər. Əsas məsələ özünü harda gördüyünü anlasın, özünü harda görmək istədiyini bilsin, belə deyək. Sizcə Zaqatalada gənclər üçün karyera imkanları və maliyyə savadlılığı istiqamətində hansı işlər görmək olar, hansı fəaliyyətləri aparmaq olar? Karyera imkanları dedikdə düşünürəm ki, gənclər tapdığı ilk işdən işə başlamalıdırlar. Yəni artıq tələbəlik illərindən. Bu mütləq şəkildə nüfuzlu bir şirkət və yaxud da hansısa bir böyük təşkilat olmağı şərt deyil. Gənclər əgər hər hansı, yəni ilk qarşılaşdığı işdə işləməlidirlər. Yəni bu işə can atmalıdırlar. Nəyə görə? Bayaq dediyimiz kimi ən dəyərli insan ən çox dataya sahib olan insandır. Ona görə hər iş gənclərimiz üçün yeni bir data verir. Mütləq şəkildə bu periodu keçmək lazımdır. Bəzən gənclərdə belə bir fikir yaranır da, məsələn, ofisiant işləyirəm, bu iş o qədər də uğurlu iş deyil, ali təhsil alıram, amma müəyyən period üçün bu iş ona əlavə bacarıqlar qazandırır. Digər hansısa bir şirkətlərdə kuryer işləyə bilər, mühasib köməkçisi işləyə bilər, satış köməkçisi işləyə bilər. Yəni bu işlərin hamısı onun üçün əlavə bir təcrübə qazandırır və bu təcrübə onun gələcək inkişafı üçün mütləq şəkildə vacibdir. Bugün üçün maraqlıdır ki, mənim əhatəmdə olan əməkdaşlar əksəriyyəti bank əməkdaşlarıdır və əksər banklarda bugün üçün vakansiyalar var. Amma gənclər o sahədə maraqlı deyillər. Yəni vakansiyalar var, amma vakansiyaya uyğun müraciətlər olmur. Bilirsiniz, maraqlı bir məsələ yaranıb ki, işə götürən özünə əməkdaşa axtarır. Amma işi artıq universiteti bitirmiş tələbələr də iş yeri axtarır və onlar rastlaşa bilmirlər. Bu məsələ ilə biz tez-tez qarşımıza çıxır. Məncə yeni başlayan gənc üçün iş seçmək o qədər də əhəmiyyətli olmamalıdır. Yəni əgər böyük bir öhdəlikləri yoxdursa, böyük bir gəlirə ehtiyacı yoxdursa, ilk işdən başlamaq lazımdır, düşünürəm ki. Növbəti periodlarda artıq özünü təsdiq eləyib daha uğurlu iş yerlərinə seçim edə bilər.
Maliyyə savadlılığına gəldikdə isə bu da ümumiyyətlə bu bizim tək gənclər üçün yox, hamı üçün maraqlı məsələdir. Ən uğurlu insan maliyyə ilə düzgün davrana bilən insandır. Pulla düzgün davrana bilən insandır. Çox təəssüf ki, bizdə bunun bir necə deyim, bir təhsili yoxdur da, bunu heç kim keçmir. Amma kapitalizmin inkişaf elədiyi ölkələrdə, bazar iqtisadiyyatının yüksək inkişaf elədiyi ölkələrdə uşaqlıq dövründən öyrənilən əsas məsələ pulla davranışdır. Maliyyə savadlılığı əslində nədir? Gəlirlərə və xərclərə nəzarət eləməkdir. Müəyyən bir qazandığı pulun müəyyən hissəsini ehtiyatlara ayırmağıdır. Özü üçün gələcəyinə investisiya eləməkdir. İzafi xərclərə yol verməməkdir. İzafi öhdəliklərə özünə yaratmamalıdır. Baxırsınız ki, məsələn gənclər bəzən buna gedirlər də, yüksək istehlak kreditləri götürürlər, hansı ki, hansısa bir işdə hələ başlamayıblar və yaxud da ki, xərcləri bəzən gəlirlərindən daha çox olur. Gəlirlərinin bir hissəsini, başa düşürəm, gəlir bəzən o qədər də yüksək olmur, amma gəlirin bir hissəsini mütləq şəkildə növbəti period üçün investisiya eləmək lazımdır. Bununla bağlı kitablar kifayət qədər çoxdur. Şəxsi inkişaf kitabları da var ki, bunları oxumaq olar. Məsələn, Varlata Kəsibata, hansı ki, bu məşhur, hamı oxuyub da demək olar ki, Azərbaycanda. O kitabı oxumağa gənclərə tövsiyə eləyirəm. Düzdür, kitabda yazılanların hamısına əməl eləmək mümkün deyil. Bizim özümüzün o milli dəyərlərdən yaranan davranışlarımız da var. Amma ən azından oxumaq əlavə bir informasiya verəcək və düşünürəm ki, həyata baxışlarını dəyişəcək. Bir insanı uğura formalaşdıran əsas nüanslarından biri də onun daxili motivasiyasıdır da. İnsanda daxili motivasiya yaradan əsas məsələlərdən biri də onu ilhamlandıran insanların olmağıdır. Sizi kim ilhamlandırır? Ümumiyyətlə ilhamlandıran şəxslər varmı sizi? Maraqlı sualdır. Şəxs olaraq yox, elə bir şəxs yoxdur. Amma oxuduğum kitablardan müəyyən bir obrazlar var da. Hər sahə üçün müəyyən bir obrazlar var ki, o obrazları insan ideal hesab eləyir. Və bu obrazlarda əslində bir nəfər olmur. Fərqli-fərqli oxuduğun kitablardan, romanlardan və yaxud da hansısa bir tarixi perioddan, tarixi əsərlərdən formalaşmış bir xarakter olur. Bu işinə peşəkar yanaşan, dürüstlüyü önə gətirən, inkişafa meyilli olan belə bir xarakterdir. Amma şəxs olaraq getsək, məsələn, tək-tək şəxslər əlbəttə ki, mövcuddur. Məsələn, siyasət tərəfdən baxdıqda ümummilli liderimiz Heydər Əliyevin o keçdiyi həyat yolu, onun verdiyi qərarları, qarşılaşdığı proseslərə yanaşması bu nə qədər də dahi lider olduğunu göstərir. Digər sahələrə baxsaq, məsələn, incəsənət istiqamətinə baxanda mən Azərbaycanda özüm üçün məsələn Fuad Poladovu rəhmətli ideal hesab eləyirəm. Yazıçılar tərəfdən baxsaq, Bəxtiyar Vahabzadənin yazıları, şeirləri, onun fəlsəfi yanaşmaları maraqlıdır. Amma ümumi olaraq bir şəxs yoxdur ki, deyim ki, bunu oxşamaq istəyirəm. Yəni elə bir yoxdur. Bayaq kitablardan danışırdıq biz. Hal-hazırda oxuduğunuz və tövsiyə edəcəyiniz bir kitab varmı? Çünki kitab insanı formalaşdıran, gələcəyə hazırlayan ən vacib vasitələrdən biridir. Hal-hazırda oxuduğum, yaxın günlərdə tamamladığım bu Qarabağ müharibəsi ilə bağlı Səxavət Məmmədin yazdığı kitabdır, onu tamamladım. Ondan əvvəl oxuduqlarım Stendalı oxumuşam, çox maraqlıdır, Qırmızı və Qara. İkinci dəfə oxuyurdum onu. Bulgakovu ilk dəfə oxudum, maraqlıdır. Fərqi yoxdur, yəni istənilən kitab insan üçün əlavə materialdır. Ola bilər də bəzən fikirləşirsən ki, hansısa yazıçının əsərləri sənin üçün o qədər də maraqlı gəlmir. Amma onu oxumaq sənin üçün əlavə bir məlumat formalaşdırır, əlavə bir fikir formalaşdırır. Gənclərə tövsiyəm odur əslində ki, maksimum nə qədər bacara bilirlərsə, vaxt ayıra bilirlərsə kitab oxusunlar. Çünki əsas da xarici yazıçıların kitablarını oxusunlar. Çünki bu xarici yazıçıların yazdıqları hər bir əsəri oxuduqca o cəmiyyəti öyrənirsən. O cəmiyyətin insanlarını tanıyırsan, o cəmiyyətin obrazlarını tanıyırsan, oradakı mühiti, oradakı davranışları tanıyırsan. Bu əslində ilk oxuduğun müddətdə sən o qədər təsirini hiss eləməsən də, növbəti dövrlərdə sənin verəcəyin qərarlar, atacağın addımlarda onların hamısı rol oynayır. Hansısa bir əsərin qəhrəmanının qarşılaşdığı hansısa bir çətinliyi necə yanaşması, onu necə qəbul etməsi, uğursuzluqda necə qərar verməsi və yaxud uğurlarının sonunda necə uğursuzluğa getməsi, onlar özü insan üçün bir nəticəyə gəlmək üçün bir məlumat bazası formalaşdırır. Ona görə kitab oxumaq
düşünürəm ki, mütləq şəkildə vaxt ayrılmalı olan vərdişlərdən biridir. Bir insanın formalaşmasında, bir insanın nailiyyət, uğur əldə eləməsində onun verdiyi qərarlar, düşdüyü çətinliklər, bayaqdan dediklərimizin hamısını ümumiləşdiririk. Bu uğursuzluqlar, başına gələn fərqli-fərqli hadisələr və yaxud dönüş nöqtələri olur. Yəni bu əlbəttə ki, bizim hazırda olduğumuz insanı inşa edən əsas nüanslardan biridir. Gənc Şahinlə üz-üzə gəlsəydiniz, ona nə deyərdiniz? Təkrar üzləşsək nə deyərdim? Düz yolda olduğunu deyərdim. Deyərdim ki, belə də davam elə. Necə gəlmisənsə, uğur da qazanmısansa, uğursuzluğun da olubsa, çətinliyin də olubsa, bu sənin həyatındır, bunu yaşamısan. Belə də davam eləməyini doğru olduğunu düşünürəm. Stephen Kingin bir əsəri var. 22-11-66 əsərin adı belədir, romanın adı belədir. Bu Kennedy cinayətinin araşdırılmağı ilə bağlı onun dostluq elədiyi bir şəxsin kafesi olur. O şəxs öləndən sonra onun kafesinə gelir və burada bir zaman tuneli olur. Qayıdır 58-ci illə və Kennedy cinayətinin qarşısını almağa çalışır. Oradan vurğuladığı bir termin var, kəpənək effekti. Yəni tarixə ən xırda bir toxunuş gələcəkdə böyük risklərə səbəb ola bilərdi. Orada Kennedy cinayətinin qarşısını alır, yenidən qayıdır bu dövrə və görmüş dövrünü görəndə səhv qərar verdiyini başa düşür. Qlobal istiləşmə, problemlər, insanlar səfalət içində yaşayır və yenidən geriyə qayıdır, səhvini düzəldir. Ona görə düşünmürəm ki, insan əgər fikirləşirsə, keçmişdə nəyisə səhv eləyib, bir uğursuzluğu olub, mən yenidən gəncliyə qayıtsaydım bunu eləməzdim. Okey, o uğursuzluğu eləməyəcək. Bəs o verdiyi həmin qərar indi onu hansı nöqtəyə gətirəcək? Onu düşünmür axı, o mümkün. Onu düşünmək də, daha doğrusu necə ola biləcəyini əvvəldən təxmin etmək mümkün deyil. Ona görə düşünürəm ki, hər bir insan hansısa bir perioda gəlib çatıbsa, barışmalıdır müddətlə. Yəni rastlaşdığı, qarşılaşdığı uğurlar da, uğursuzluqlar da onun həyatıdır. Onu qəbul etməlidir və yaşadığı ilə fəxr etməlidir, həyatdan zövq almağı bacarmalıdır. Ona görə deyərdim ki, düz yoldasan, elə belə də davam elə. Şahin bəy, bu gün çox maraqlı bir podkast elədik sizinlə birgə. Bizim üçün çox maraqlı oldu. İlk öncə vaxt ayırdığınız üçün təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Minnətdaram dəvət elədiyiniz üçün. Mənim üçün də bir yenilik oldu, xoş oldu. Ümid eləyirəm ki, bu çəkilişimizlə bağlı, podkastımızla bağlı bol geri bildirişlər alacaq. Və bu bizim gənclərin bizi qiymətləndirməsi üçün də vacib məsələlərdən biridir. Əgər kim bizi izləyirsə, geri bildiriş verməsini xahiş edirəm. Bugünkü qonağımız Paşa Bank ASC-nin Zaqatala filialının müdiri Şahin Nuriyev idi. Diqqətiniz üçün təşəkkür edirik. Sağ olun.